Bugünkü mövzumuz ABŞ mövzusu olacaqdır ki, bildiyiniz kimi blok imtahanlarında məxsusən 3-cü qrup abituriyentlərinə situasiya tipli suallar əksər vaxt məhz ABŞ mövzusundan düşür. Biz də bugünkü mövzumuz məhz ABŞ-ın 17-18-ci əsr tarixi olacaqdır. Siz də kanalımıza abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Belə ki, gördüyünüz kimi, yəni biz o dövr, yəni ərazisini təsvir etməyə çalışmışıq. Belə ki, gördüyünüz İngiltərə 17-ci əsrin əvvəllərində Şimali Amerikada, yəni Yeniqtədə məscidlər yaratmağa başladı. İlk İngilis koloniyası 1607-ci ildə salındı. Bura köçüb gələnlər əksəriyyəti ingilislərdir. Yəni köçüb gələnlər arasında ingilislər üstünlük təşkil edirdilər. Məxsusən də İngiltərədən torpaqsız kəndlər və dini təqibə məruz qalanlar məhz ABŞ-a sürətli axın edirdilər. İngilislərlə yanaşı burada fransızlar, hollandlar, almanlar, portuqallar da məskunlaşırdılar. Amerikanın yerli əhalisi hindular idi. Onları qızıldərilər də adlandırırdılar. Onların əsas məşğuliyyəti ovçuluq və müəyyən qədər də əkinçilik idi. Gəlmələr onlardan tütün və qarğıdalı becərməyi öyrənmişdi. Amma bir müddət sonra gəlmələrlə yerlilər arasında mübarizə başlayacaq. Bunun iki səbəbi var idi. Gəlmələrin hinduları yəni ərazini zəbt etməsi və onları qərbə doğru sıxışdırması idi ki, məhz bu da müharibə ilə nəticələnəcək. Müharibədə gəlmələr qalib gələcəklər, hindular məğlub olacaq. Bunun iki səbəbi var idi. Hindular arasında birliyin olmaması və gəlmələrin odlu silahdan istifadə etməsi. Nəticədə hinduların bir qismi məhv edildi, qalanları isə qərbə doğru sıxışdırıldı. Getdikcə koloniyaların sayı 13-ə çatdı və bunlar birlikdə Yeni İngiltərə adlanırdı. Deyək ki, koloniyalarda, yəni iqlimin müxtəlif olması məhz iqtisadi inkişafı da fərqli yollarla yaranmasına səbəb olmuşdu. Şimalda, yəni iqlim, yəni əlverişli olmadığı üçün, qış uzun çəkdiyi üçün əsasən, yəni əkinçilik üçün əlverişli deyil, əsasən toxuculuq müəssisələri, emalatxana yaradılır və muzlu əməkdən istifadə olunurdu. Əsas liman şəhəri isə gördüyünüz Boston şəhəri idi ki, məhz Amerikada ən böyük liman şəhərinə çevrilmişdi. Cənubda isə əsasən əkinçilik geniş yayılmışdı. Belə ki, əkinçilər geniş plantasiyalar salaraq məhz burada müxtəlif dənli bitkilər və digər məhsullar becərirdilər. Amma bu və şimalda muzlu əməkdən istifadə olunurdu. Cənubda isə, yəni plantasiyalarda isə qul əməyindən. Amma qula ehtiyac getdikcə, yəni işçiyə getdikcə ehtiyac artırdı. Çünki hindular qula çevirmək çətin idi. Bunun üçün məhz gördüyünüz Afrikadan 1619-cu ildə Holland gəmisi ilə ilk qaradərilər məhz Amerikaya gətiriləcəkdir. Deməli, ümumiyyətlə İngilis kralı tərəfindən təyin olunmuş qubernator tərəfindən idarə olunurdu koloniyalar. Hər bir koloniyada qanunları qəbul edən və vergi müəyyən edən məclis fəaliyyət göstərirdi. Məclisin qərarları yalnız qubernator tərəfindən ləğv edilə bilərdi. Yəni, qubernator məclis üzərində böyük səlahiyyətə sahib idi. İngiltərə hökuməti koloniyalarda feodal qaydalarını tətbiq etməkdə maraqlı idi və İngilis hökuməti bir sıra qadağalar qoymuşdu. Məhz bu qadağalar arasında dəmir, yəni koloniyalı dəmir məmulatı hazırlaya bilməzdilər. Eyni zamanda ipək parça toxuna bilməzdi, qərbə doğru köç edə bilməzdilər və İngilis tacirlərin maraqlarına uyğun olaraq onlar başqa dövlətlər ticarətləri və yaxud da əlaqələri zəiflədilmişdi. Bunlar İngiltərədən hazır şəkildə gətirilməli idi. Əslində, hər bir koloniyada müstəqil fəaliyyət göstərən, yəni hakimiyyət orqanları var idi. Artıq koloniyalarda olan əhali özünü ayrıca bir xalq kimi dərk edir və onları yerli hökumətlərində, yəni formalaşdırmışdılar. Amma bununla belə onlar yenə də Britaniyanın təbəəsi olaraq və yaxud da İngiltərənin təbəəsi olaraq qalırdı. İngiltərənin məhdudiyyətlərinə baxmayaraq ticarət inkişaf edir və gördüyünüz kimi əvvəldə də qeyd etdiyimiz məhz Boston məhz Amerikada ən böyük liman şəhərinə çevrilmişdi. 17-ci əsr ortalarında İngiltərə parlamenti bir sıra qərarlar qəbul etdi. Bunlar içərisində yəni koloniyalarda, yəni başqa ölkələrə ticarət məhdudlaşdırıldı və İngiltərə, Fransız və Holland malları üzərinə, yəni koloniyalara gətirilən Fransız və Holland məhsulları üzərinə
əlavə vergilər və ya yüksək gömrük rüsumları qoyuldu. Bütün bu məhdudiyyətlərə baxmayaraq yenə də koloniyalarda ticarət inkişaf edir. Əvvəldə qeyd etdiyimiz kimi Boston limanı başlıca limana çevrilmiş və ya da əsas liman idi. Bildiyiniz kimi 1756-1763-cü illəri əhatə edən 7 illik müharibə baş verdi. Müharibə İngiltərə və Fransa arasında baş vermişdi. Çünki İngiltərə Şimal Amerikadakı mülklərini genişləndirərək Fransanı məğlub edib bütün mülkləri ələ keçirtdi. Bundan sonra müharibə xərclərini ödəmək və burada saxlanan İngilis qoşunlarını təmin etmək üçün əlavə vergilər qoydu, yəni koloniyalar üzərinə. Bunun da məntiqi nəticəsi kimi 1765-ci ildə İngiltərə parlamenti hər bir çap olunan qəzet, sənəd və digər məhsullar üzərinə möhür qanunu adlanan, yəni rüsum qoydu. Bu koloniyalarda böyük narazılıq səbəb olduğu üçün qanun ləğv olundu. Amma buna baxmayaraq narazılıq getdikcə artırdı. Koloniyanın nümayəndələrinin toplaşdığı, yəni müşavirədə İngilis malları boykot edildi. Yəni onun alınmasını kütləvi şəkildə etiraz edildi və yaxud da bundan imtina edildi. İngiltərə hökuməti bu boykotu ləğv etmək üçün gördüyünüz Hindistanda yəni yetişdirdiyi, becərdiyi yüksək keyfiyyətli çayları Ost-Hind şirkətinin gəmiləri ilə Boston limanına gətirərək ucuz qiymətə onu əhaliyə təqdim etmək və satmaq niyyətində idi ki, məhz yerli əhalinin əli ilə bu boykotu aradan qaldırmağa çalışırdı. Amma əhali nəinki İngilis məhsullarını aldı, hətta bir qrup yəni fəal vətənpərvər hindu paltarında məhz çay yeşiklərini məhz su atdılar və bu tarixə Boston çay qonaqlığı adı ilə daxil oldu. Bundan sonra İngiltərə hökuməti Boston limanı bağladı. Getdikcə narazılığın artması 1775-1783-cü illəri əhatə edən istiqlaliyyət müharibəsinə gətirib çıxaracaqdır. Deməli, 1775-1783-cü illəri əhatə edən istiqlaliyyət müharibəsi baş verəcəkdir. Çünki İngiltərə hökumətinin tətbiq etdiyi iqtisadi məhdudiyyətlər narazılığı artıracaq və 1775-ci ildə İngiltərə hökumətinə qarşı üsyan baş verəcəkdir. 1775-ci ildə koloniyaların, yəni nümayəndələrinin Filadelfiya keçirilən konqresində George Washington azadlı oğullarının və yaxud da üsyana qalxmış ordunun baş komandanı təyin olundu və qısa müddətdə ordu formalaşdırıldı. Amma buna baxmayaraq çətinliklər də var idi. Çünki ilk növbədə İngiltərə böyük iqtisadi və hərbi gücə malik idi, böyük imkanları var idi. Digər tərəfdən koloniyalarda üsyana qalxmış əhali iki qrupa bölünmüşdü. Bir qrup kralın tərəfdarı idi, digər qrup isə onun əleyhdarları idi. Yəni üsyana qalxmış xalqla yanaşı həmçinin kralın tərəfdarları da var idi. Və bu da yəni koloniyaları sərt məhdudiyyətlərlə yəni əhatə olunmasına gətirib çıxartmışdı. Bununla belə 1776-cı il iyul ayının 4-də müəllifi Thomas Jeffersonun istiqlaliyyət bəyannaməsi qəbul olundu. Bununla da Amerika Birləşmiş Ştatların yaranması və xalqın öz dövlətini qurduğu bəyan edilirdi. Yəni koloniyalar Amerika Birləşmiş Ştatlarında birləşir və öz müstəqilliklərini elan edirdilər. Amma bu istiqlaliyyət bəyannaməsində müsbət və mənfi tərəfləri var idi. Müsbət tərəfi o idi ki, bütün yəni insanlar bərabər olduğunu və monarxiyanı və yaxud da işğalçıları devirib öz dövlətini yaratma hüququnu bəyan etməklə yanaşı məhdud cəhət ondan ibarət idi ki, xalq hakimiyyəti mənbəyi elan olunsa da hinduların, qulların hüquqları nəzərə alınmamışdı. İngilis hökuməti dedi ki, sərt məhdudiyyətlər tətbiq edirdi. Ona görə də əhalinin vəziyyəti getdikcə ağırlaşırdı. George Washington sərt nizam-intizam yaradaraq orduda müəyyən qədər vəziyyət düzəltməyə çalışdı. Bunun nəticəsində Boston limanını azad etdi. Amma ingilislər New York və Filadelfiya kimi şəhərləri ələ keçirə bildilər. İlk növbədə ingilislər Amerikadakı qoşunlara durmadan silah və əsgər gətirirdilər. Bu da ABŞ-ın vəziyyətini çətinləşdirməyə doğru aparırdı. Buna baxmayaraq 1777-ci ildə baş vermiş Saratoga döyüşündə ABŞ
qoşunları qalib gəldi. Bu ABŞ-ın beynəlxalq nüfuzunu yüksəltdi. ABŞ İngiltərənin köhnə rəqibləri olan Fransa və İspaniya, yəni kömək almaq üçün, müharibə cəlb etmək üçün tanınmış ictimai xadim Benjamin Franklini məhz Parisə göndərdi. Parisdə aparılmış danışıqlarda Fransa məhz ABŞ-nin yəni müstəqilliyini tanıdı, onunla müqavilə bağladı, ona borc, əsgər, hərbi yardım, gəmilər göndərdi. Eyni zamanda İspaniya və Fransa ilə birlikdə, yəni İspan və Fransız donanmalar ingilisləri hər tərəfdə sıxışdırmağa başladılar. Nəticədə ingilislərin koloniyalara blokada alması məhz nəticə vermədi. Çünki İngilis qüvvələri parçalandı, məhz blokada da aradan qaldırıldı. Bundan sonra növbəti baş verən 1781-ci ildəki Yorktown döyüşü müharibənin taleyini ABŞ xeyrinə həll etdi. Müharibənin davam etdirilməsinin mənasız olduğuna görə ingilislər təslim oldular və nəticədə ABŞ 1-ci İstiqlaliyyət müharibəsində qalib gəldi. 1783-cü ildə Fransanın paytaxtı Parisdə Versal sarayında ABŞ ilə İngiltərə arasında müqavilə bağlandı. Müqaviləyə görə Allegan dağlarından Mississippi çayına qədər və ya Atlantik okeanından Mississippi çayına qədər olan ərazilər ABŞ-ın yəni ərazisi kimi tanındı. Onun müstəqilliyi İngiltərə tərəfindən təsdiq edildi. Digər tərəfdən də Kanada İngiltərənin müstəmləkəsi olaraq qalırdı. Deməli, müharibədə ABŞ-ın qalib gəlməsinin 3 əsas səbəbi var idi. Birinci, ABŞ-ın motivasiyası İngiltərədən qat-qat üstün idi. Çünki burada olan əhali özünü artıq ayrıca bir xalq olaraq dərk edirdi. İkinci, Amerikalılar İngiltərəyə qarşı yandırılmış torpaq taktikasından və partizan müharibəsi aparmaqla yəni üstünlüyü ələ almışdılar. Digər tərəfdən də müharibə İngiltərədən kənarda və ya uzaqda baş verdiyi üçün bu böyük xərc tələb edirdi ki, məhz əhalinin narazılığı səbəbindən İngiltərə hökuməti müharibəni dayandırmaq məcburiyyətində qaldı.